Məad nə deməkdir? Məad qayıdış deməkdir. İnsanın Allaha tərəf qayıdışı. İnna ileyhi raciun deməkdir. Həqiqətən də biz Allah tərəfindənik və Allah tərəfinə də qaytarılacağıq. Qurani-Kərimdə Allah Təala buyurur, elə ki bir nəfərə, bir qrup insana müsibət üz versə, həqiqi möminlər olardı ki, o müsibət onlara üz verəndə onlar deyərlər ki, inna lillah və inna ileyhi raciun. Deməklə insanın dili ilə təsdiq eləməsidir. Mövla Əli ibn Əbi Talib əleyhissalam buyurur ki, dilinlə təsdiqləyirsən və qəlbivə hopdurursan ki, mən Allah tərəfindən gəlmişəm və qayıdışım da ona tərəfdir. Nə başqa tərəfdən gəlməmişəm, nə də başqa yerə getməyəcəm. Eyni yerdən gəlib, eyni yerə qayıdacam. Nə gedəcəyim başqa bir ünvan var. Heç bir ünvan yoxdur. Bir yer var ki, ora gedəcəm.